Məzahir bəy, sabahınız xeyir olsun. Həkimdir Məzahir bəy, biz onu dəvət etmişik. Ona görə ki, bizim ona sualımız var. Xoş gəlmişsiniz, sabah gətirmişsiniz. Salam, əyləşin. Sualımı bağlayacağım sizə, bir məlumat oxuyacağım, görək bu nə məsələdir. Qoy deyim daha hələ, demək məsələ ondadır ki, bir çox bizim vətəndaşlarımız bizə müraciət ediblər. Mətbəx bölümündə artıq bu ənənəvi hal alıb ki, biz insanların bizə ünvanladığı sualların cavabını onlara təqdim edirik. Çoxlu sayda insan müraciət edir. Deyir ki, bu ağzı açıq yatma deyirlər ki, hansı xəstənin əlamətidir. Yəni, ağzı açıq şəkildə biz yatırıq və biz hansı xəstəliyə yoluxmuşuq, bizim canımızda hansı xəstəlik ola bilər və yaxud da heç bir xəstəlik yoxdur, yəni təlaş keçirməyə də ehtiyac yoxdur, bu normal bir şeydir. Bax, bütün bunların cavabını biz sizdən də öyrənəcəyik. Bəzənmə prosesi gedir, artıq bizim tortumuzun. Bunu siz kərə yağından hazırlamısınız? Bəli. Kərə yağı yaman gündəmə gəlmir. Bir müddət agitasiya aparılırdı bütün dünyada ki, bitki yağlarından istifadə etmək lazımdır. Bitki yağı çox xeyirlidir və sər və ilaxır. İndi də tərsini eləyirlər. İndi də deyirlər ki, yox, bitki yağından o qədər də istifadə etmək olmaz, kərə yağından da istifadə etmək lazımdır. Məsləhətdir. Hə, doktor? Düzdür bu. Hər birinin özünün çatışan və çatışmayan faydalı və zərərli tərəfləri var. Yetər ki, yağ təmiz olsun. Onu da niyə görə deyirlər? Çünki bitki yağları heç demək ki, təmiz deyil də. Bizim alıb, istifadə etdiyimiz bitki yağları təmiz deyil. Dünən biz kifayət qədər bu haqda danışdıq. Mən mövzunu davam etdirmək istəmirəm. Bizim tamaşaçılarımız məlumatlıdırlar artıq bu haqda. Hər halda ehtiyatlı olmaq lazımdır. Yağ bizim orqanizmamızda çox böyük fəsadlar törətməyə qəbul olan ərzaq məhsuludur. Ən ağır xəstəliklərin törədicisi ola bilər yağ. İnfarktdan tutmuş, piylənmə, ürək-damar genişlənməsi, təzyiq və s. və ilaxır. İndi bəzəmə prosesi gedir. Onda siz bunu bəzəyin, son hazır şəkildə də biz insanlara nümayiş etdirəcəyik. Doktor, bu çox adamlar deyir ki, ağzı yuxarı və ağzı açıq yatıram və deyirlər ki, bu bir xəstəliyin əlamətidir. Bu haqda nə deyə bilərsiniz? Buyurun. Ümumiyyətlə, sağlam insan yatarkən sağ böyür üstə dönərək başını bir qədər bədəndən hündür qoyub yatması lazımdır. Burunla nəfəs alaraq yatmalıdır. Sağ tərəfdə. Bəli. Çünki sol tərəf üstə böyür, ürək üstə olmuş olur. Bu sağlıqlı, normal deyil. Normal deyil. Bəli. Və elə adamlar var ki, o cümlədə mənim özüm. Belə ürək üstündə yatanda ürəyim ağrıyır, ağrılar hiss edir. Bu normaldır, bu hamıda belədir. Yox, yəni sol axı normal deyil ki, sol tərəf üstə yatasınız. Yox, elə var ki, sol tərəf yatır ki, onun ürəyi ağrımır. Yox, ona görə ki, o məcburdur. Burundan da nəfəs ala bilmir, elə vəziyyətdə daha rahat olur. Əslində bilmir. Onun əslində burnunda problem var və o elə daha rahat olduğundan məcburi vəziyyət deyirlər. O vəziyyətdə yatır. Amma o da ürəyin başları ağrımaq. Bəli. Çevrilərəm bu tərəfə. Ağzı açıq yatmaq. Bəli. Deməli, ümumiyyətlə, insan burunla nəfəs almalıdır. Burun tənəffüs orqanlarının giriş qapısıdır. Ağız isə həzm sisteminin giriş qapısıdır. Və yaradılış etibarilə də hər birimizdə burun və ağzın quruluşu ona uyğun qurulubdur. Burundan hava keçərkən o hissəciklər, kənarda olan, havada olan hissəciklər tutulur və burunda qızaraq, nəmişlənərək hava aşağı tənəffüs yollarına keçir. Lakin ağızda bu funksiya yoxdur. Ağızdan nəfəs alarkən boğaz quruyur, hətta gecə xəstələr bir neçə dəfə durur, su içərək o quruluğu keçirməyə çalışır və dərin yuxu rejimi pozulur, düzgün yata bilmir, səhər yorğun yuxudan qalxır və bu da onun əsəbi olmasına və müxtəlif dərmanlardan istifadə etməsinə səbəb olur ki, yəni burun tıxanıqlığı olduğuna görə, burun tutulduğuna görə bunları müvəqqəti olaraq aradan qaldırmağa çalışırlar. Bu isə öz növbəsində uzun müddət davam etdikdə ürəkdə problemlərə yol açır. Aritmiyalar başlayır, hətta ürəyində hipertrofiya ola bilir və ondan sonra da kardioloqa müraciət eləyəsi olurlar. Uzun müddətli dava dərman müalicəsi alırlar və bu da əgər səbəb aradan qaldırılmayıbsa, yenə də həmin qüsurlarla rastlaşacaqlar. Və uşaqlarda xüsusilə, məsələn, burunda adenoid deyirlər, olur və uşaq ağzı açıq yatır, uzun müddətli belə qalması üst çənə quruluşunu pozur. Uşaqlar əsəbi olurlar və o da digər xəstəliklərin baş qaldırması üçün, məsələn, anginaların olmasına və aşağı tənəffüs yollarında bir çox infeksiyaların baş qaldırmasına şərait yaradır və onun da aradan qaldırılması ilkin etapda ola bilər ki, müalicə fayda versin,
ola bilər ki, əməliyyat ehtiyacı olsun. Odur ki, ağız açıq yatan hər bir kəs, yaxud da narahat yuxu rejimində olan, gecə xoruldayan, mütləq belə adamlar qulaq burun boğaz həkiminə müraciət edib, o qüsurun həqiqətən burun mənşəli olub-olmadığını araşdırması lazımdır. Onda burunda məsəl üçün o problemlərin yaranmasına səbəb çox zamanda bu allergiya xəstəliyi olur. Bəli, allergik rinit hesabına da ola bilir. O burunda tıxanma yaranır. Bəli. Yəni onun müalicəsi var, doktor? Var. Ümumiyyətlə allergik rinit bir ümumi xəstəlikdir ki, allergiya zamanı baş verə bilir. Yəni o həm bir xəstəliyin əlaməti kimi özünü göstərə bilər və yaxud da o adamda allergik rinit olur. Bir də ola bilər ki, burunda burun çəpəri əyriliyi var, balıq qulaqları böyüyübdür. Həmin adamı allergik rinit adı ilə uzun illər müalicə eləyirlər. Lakin fayda da görə bilmir həmin adam. Odur ki, müraciət eləyib qulaq burun boğaz həkimi tərəfindən aşkarlanması lazımdır ki, hətta endoskopik müayinə olunmalıdır ki, içəridə strukturlar normaldırmı? Yəni, o burun əti dediyimiz burun balıq qulaqlarının ölçüsü çox böyük deyilmi? Burun çəpəri əyridir, ona toxunurmu, toxunmurmu? Yoxsa sadəcə burun ətində allergiya ilə əlaqədar şişkinlik var, o zaman müalicə çox effektiv olur və fayda görülür. Məsələn, burada tutulmalar olur, qrip kimi olur insan. Bəli, bəli. Elə bir ki, qripdir. Yəni, burun, o dediyiniz şey, burun ətrafı ciblər deyirlər, burun ətrafında boşluqlar var. Onların normalda havalanması lazımdır, necə bizim evimizi, otağımızı havalandırdığımız kimi. Lakin orada istər allergiya olsun, istər dediyim polip olsun, burun çəpəri əyri olsun, balıq qulaqları böyüsün, o zaman o boşluqların, o sinusların havalanması pozulur. O yüzdən o xəstəliklərin yaranması üçün şərait yaranır və biz daha da dərin xəstəliklərə tutulmağa məcbur. Demək ki, ağza açıq yatmağın birinci fəsadı burunda olan problemdir. Bəli, mütləq daha doğrusu o problem. burunda olan problemlər onun fəsadı kimi ağza açıq yatırıq ki, biz hava çatmır bizə. Və ağızdan da hava almağın da pis nəticələrini siz bizim nəzərimizdə. Xroniki faringitin yaranmasına səbəb olur, xroniki faringitin kəskinləşməsinə səbəb olur, aşağı tənəffüs yollarında infeksiyalaşmalara səbəb olur. Yəni, həmin adamın mütləq bu problemlərin olub-olmaması araşdırılmalıdır ki, birinci burundakı problem aradan qaldırılmalı. Aydındır. Onda o burunda tıxanmaların digər bir səbəbi də xəstəliyin adı qaymarit, düz deyirəm? Qaymarit, burun, o sinusit də deyirlər buna. Ümumiyyətlə, qaymarit burun ətrafında olan o bayaq dediyim boşluqlardan biridir. Haymor boşluğudur ki, buna qaymarit deyilir. O necə yaranır? Yəni, o xəstəlik hər bir qrip olan adam, soyuq dəymədən sonraki və yaxud da qrip oldu, onda qaymarit də, o haymorit də, sinusit də müşahidə oluna bilir. Yəni, insanda sağ tərəfdə, sol tərəfdə haymor boşluqları var. O cümlədən də alın cibi, etmoid boşluqlar, sinuslar var. Və bunların da iltihaplanması eyni zamanda müşahidə oluna bilir. Lakin, çox üzr istəyirəm, bax, bir çox həkimlər bu qaymaritlə allergiyanı ayıra bilmirlər. Nə qədər adam mən tanıyıram, illərdir qaymaritdən bu adam müalicə olunur. Özdə ki, bir yer tapıblar. İndi mən bilmirəm, yenə də eşitdiyimi deyirəm sizə. Yəqin ki, siz də eşitmişsiniz o həkim haqqında. Bəli. Deyəsən, Salyandadır, ya İmişdədir. Haradadır o həkim? Yəni, müxtəlif yerlərdə, müxtəlif həkimlərə... Ən məşhuru var biri. Hamı o Saatlıda. Bir kişi müalicə eləyir, bir həkimdir. Mən birinci elə bildim ki, bu xalq təbabətindən müalicə eləyir. Sonra məlum oldu ki, Rafiq doktordur onun adı. Bilmirəm, hamı onun yanına gedir. Bilmirəm, mən də ondan bundan eşitirəm. Adamı gedirlər yanına. Sonra, vallahi, indi onun yanına gedib, gəlib, şikayətlən adamlarının mən dediklərini eşitmişəm. Deyirlər ki, biz neçə vaxt məsəl üçün müalicə olunduq. Sağlamlar da var, yox heç. Bəli. Amma sağlamlar da var. Bəli. Amma yəni problemin aradan qalxmadı bir çoxlarında və bunlar bildirirlər ki, biz heç demək ki, allergiya xəstəliyindən əziyyət çəkilmişik. İndi bunu necə təyin etmək olar ki, bu deyil, əlamətlərinə əməl necə? Ümumiyyətlə, tək qaymarit deyil. İstənilən bir xəstəliyin düzgün müalicə olunması üçün mütləq düzgün diaqnoz qoyulmalıdır. Yəni, onda olan problem nədir? Onu aşkar eləmək, düzgün diaqnoz qoymaq, ondan sonra müalicənin istiqamətini seçmək lazımdır. O dediyiniz kimi, əgər qaymarit, sinusit xəstəliyi varsa, onun rahatlıqla müalicə tərzi var. Heç bir o deşmədən, ora bir zədə yetirmədən, əməliyyat etmədən belə sağala bilir. Aydın, biz indi çox üzr istəyirəm sizdən, çox maraqlıdır sizin məlumatlarınız və zəng edən insanların da sayı çoxdur, mən ondan bilirəm.
Verilişimizə yeni qoşan tamaşaçıları salamlayırıq. Hörmətli tamaşaçılar, bir daha xoş gördük sizləri. Ən dəqiq, qərəzsiz, operativ xəbərlər Aynəs televiziyasında. Gün ərzində Aynəsin efirindən xəbərləri qaçırmayın. Çünki indi mənə məlumat verirlər. Bizim çox moral xəbərlərimiz var. İndən sonra inşallah ta gecə saatlarına qədər bu xəbərlər sizin nəzərinizə çatdırılacaq. Bugün bizim demək maraqlı suallarımız oldu. Çox məşhur bir həkimə, Quliyev Məzahir müəllimə. Məzahir müəllim demək təşəkkür edirəm ki, bugün gəldiniz. Baxmayaraq ki, nə bilim, çox əməliyyatınız vardı, bugün xəstələr vardı. Çox təşəkkür edirəm sizə ki, gəldiniz, suallarınızı cavablandırdınız. Doktor, mənim sizə bir sualım var. Buyurun. İndi bu Şahin əslində bu xəbərləri mənə deyir, mən də qonağımın nəzərinə çatdırıram. Cəmaət deyir ki, bu burundakı fəsadları aradan qaldırmaq üçün göstərirlər, o videolar yayılır da, hər yerdə, YouTube-da, orada, buradakı bu çəkici götürürlər, belə vururlar, çəpəri, nə bilim, dartırlar, ora pambıqlar, nə bilim mən, tampon, nə bilim, nə. Bunun siz əvvəlcə düşünməyin özü adamda dəhşət doğurur. Və deyirlər, son dövrlər bu məsələ deyəsən həyata keçirilmir. Bax, bunu mən sizdən öyrənmək istəyirəm. Bu doğrudur. Çox sağ olun, təşəkkür edirəm sual üçün. Deməli, burunda o dediyiniz çəpər əyriliyi məsələsi ki var, onun həlli çox rahat, çox asan bir şəkildə tamponsuz, çəkicisiz mümkündür. Həqiqətən, real Bunun olaraq. yerinə nə istifadə edirsiniz? Silikon borular, bax belə, yumuşaq silikon borular qoyulur və bununla xəstə nəfəs ala bilir, bir gün sonra da çıxarılır. Yəni, tam rahat bir şəkildə, hər halda əməliyyat elədiyimiz xəstələr bunları eşidirlər və şahiddirlər. Həqiqətən də heç bir tampona, bintə, o çəkiş zubu ilə ehtiyac yoxdur. Və burun içərisində olan o ətlər ki var, onu qayçı ilə kəsirdilər filan, onları da o lazer dedikləri, radiofrekans deyilən cihaz var, onun vasitəsilə o ət kiçildilir və buruna bu dediyim silikon qoyulur, bir gün sonra da çıxarılır və insan həqiqətən də rahat nəfəs alır. Nə gözəl. Və ağzın açıq yatmağın hansı xəstənin əlaməti olduğu haqqında biz sizə məlumat verdik. Hesab edirəm ki, bizim dəyərli tamaşaçılarımızın necə deyirlər, xahişini biz həyata keçirdik, məlumatlar verdik. Bəli, demək ki, sizin orqanizmanızda problem var. Siz mütləq həkimə müraciət etməlisiniz. Bu, qulaq, burun, boğaz həkimi. Qulaq, boğaz, burun həkiminə siz mütləq müraciət etməlisiniz, hörmətli tamaşaçılar. Təşəkkür edirəm sizə. Çox sağ olun, minnətdarım. Təşəkkür edirəm. Çox şad olduq, var olasınız. Sizə işlərinizdə uğurlar. Sağ olun. Çox sağ olun. Hörmətli tamaşaçılar, bizim verilişimizin demək baş sponsoru Yağmur Mebeldir. Yağmur Mebeldə İtaliyada istehsal olunan demək mebellər satışa çıxarılıb. Orada alınan mallara servis xidmətləri də göstərilir. Ona görə də Yağmura gəlmədən mebel almağı düşünməyin. Sunayə xanım, bayaqdan fikirləşirəm ki, bizim bu gözəl əl qabiliyyəti olan Sunayə xanımın adının mənası nə ola bilər? Yunanlısı tapmışam. Tsunami. Bəli, tsunami. Amma tsunami fəlakət demək deyil. Mən belə hesab edirəm ki, tsunami dedikdə o təbiət hadisəsidir. Coşma, hərəkət, dinamika. Bax, bu deməkdir də, düzdür. O da təbiətin yaratdığı bir hadisədir də. İndi düzdür, orada insanlar həyatını itirirlər. Amma hər halda onların, tsunamilərin hamısı elə faciə ilə nəticələnmir. Siz də öz əl işinizlə, o gözəl əl qabiliyyətinizlə, o gözəl, məsəl üçün, bu tortu bəzəməklə burada bir hərəkət yaratdınız. Adınızdan əməliniz uyğun gəlir. Çox təşəkkür edirəm sizə, çox sağ olun, minnətdaram, gözəl bəzədiniz. Qısa bir zamanda görün nə gözəl bir tort hazırladı bizim Sunayə xanımımız. Evdar xanımsınız? Allah sizə can sağlığı versin.